Bugün sizi Azərbaycanın ən füsunkar və ucqar güşələrindən birinə, Astaranın Toradi kəndinə virtual səyahət aparıram. Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1100 metrdən yüksəkdə yerləşən bu kənd sanki buludların üzərində qərar tutub. Toradi, Talış dilində su mənbəyi deməkdir. Kənd həqiqətən də öz təmiz bulaqları və yamyaşıl sıx meşələri ilə məşhurdur. Bura həm tarixi, həm də təbiəti sevənlər üçün əsl cənnətdir. Kəndin yuxarı hissəsindən baxanda əzəmətli Nüdüz qalası və Gəlin qayasının möhtəşəm mənzərəsi insanı valeh edir. Eyni zamanda kənddə yerli əhalinin imanc yeri olan qədim Baba Rəsul ocağı ziyarətgahı yerləşir. Son illər Toradi ekoturizm həvəskarlarının sevimli məkanına çevrilib. Şəhərin səs-küyündən uzaqlaşıb, təmiz dağ havası udmaq və dumanlı dağ panoramalarından zövq almaq istəyirsinizsə, bura mütləq baş çəkməli olduğunuz bir yerdir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bu kimi maraqlı videoların davamı üçün videonu bəyənib, repost edib, səhifəyə abunə olmağı unutmayın.